Orqan və toxuma şəkillərinə aid suallarda müvafiq hərfin altındakı qutuya X işarəsi qoyun. Toxuma adını soruşan suallarda texniki terminlər siyahısından seçin və cavab vərəqindəki cədvələ müvafiq rəqəmi yazın. Bu sualı cavablandıra bilmək üçün, yəni əslində ən çox tövsiyə elədiyim kitab elə Gülnar müəllimənin kitabından birinci bölməni oxuyun. Orada toxumalar haqqında çox qəşəng məlumat verilib və bu toxuma növlərinin hamısı da orada yazılıb. Baxaq, deyək ki, çox qatlı yastı epiteli, bir qatlı kupa bənzər epiteli, bir qatlı silindrik epiteli, saya əzələ, skelet əzələsi, ürək əzələsi, sərt sümük toxuması, qan, kövşək birləşdirici toxuma, sinir, qığırdaq və süngəri sümük toxuması. İndi baxaq, bir də deyək ki, şagirdlər jülal yeyərsə ilk fermentativ həzm hansı orqanda baş verər? Bilirik ki, jülalı biz qəbul edəndə onun ilk həzmi bizim mədəmizdə pepsin fermenti vasitəsilə gedir və mədə də burada R orqanı ilə göstərilib, R hərfi ilə göstərilib, R orqanıdır. Ona görə burada R-in altından işarə qoyuruq.